ömürlük yadda hamısı saxlamaq lazım. Bax, mənim dəstəm. Şamiyana birinci biz girmişik. Açı, birinci biz girmişik. Allah haqqı, imamıza da birinci biz girmişik. Ki çalmaz. Mənim dəstəm. Xahiş eləm onu ya. Özü təqdim elə. Arif Cabbarov komandir rota, Gəncə batalyonunun komandir rotası. Arif Cabbarov. Arif bəy, bu qələbə münasibəti ilə sizi və sizin dəstənizi təbrik edirik. Sağ ol. Öz ürək sözləri denən. Öz ürək sözlərim, yenə onu deyirəm ki, mənim uşaqlarım doğrudan da geri oldu. Doğrudan geri oldu. Mən uşaqlarımın qabağında səcdə eləyərdim. Mənim uşaqlarıma indiyənə kimi biri, ikisi zədə çəkib. Özüm də zədə çəkmişim, bu dəqiqə zədəliyəm. Bu dəqiqə zədəliyəm, bax mənim ayağım yaralıdır. Bu dəqiqə açan baxam, bəlkə də ağırlayarlar. Amma mən pozisiyanı qoyub qaçmıram. Nə də mənim uşaqlarım qoyub qaçmır. Qaçmayacaq biz. Biz bütün Yerevana kimi gedəcək. Bu oğullar mənlə beraber buluşacaq. Hər yerə girəcək. Lazım olsa hər yerə girəcək. Stepanakiyyə də girəcək. Sağ olun. Mehman bəy Rəhbəroğlu. Gəncə batalyonunun komandiriyəm. Sizi qələbə münasibəti ilə təbrik edirik. Sağ olun, bu qələbə bizim deyil, Azərbaycan xalqının əsgərlərinindir. İkincisi, ürəyinizdə nə arzunuz var deyə bilərsiniz? Ürəyimizdə arzumuz ondan ibarətdir ki, Azərbaycanda bir nömrəli Gəncə batalyonu indiyənə qədər yalnız avtomat silahlı qalıb. İndiyənə qədər cəhbətçilərdən təşkil olunduğuna görə bu batalyon ağır texnika ilə təmin olunmuyub. İndiyənə qədər bu batalyona bir dənə də olsun, deməklə ki, dövlət tərəfindən yüksək təminatlı şəkildə güllə, qranat, mina və s. heç nə verilməyib. İndiyənə qədər bu batalyonun keçdiyi əziyyətli yolu heç bir dövlət rəhbərliyi qiymətləndirməyib. Mənim dövlətə sözüm budur. Əgər qeyrət, kişilik mənbəyi olaraq Gəncə batalyonu bura qədər gəlib çatıbsa, deməli bu Gəncə batalyonunun şəxsi heyətinin və komandanlığının gördüyü tədbirlər sayəsində olub. İçkimiz 20 nəfərə yaxındır. Yaralımız 70 nəfərə yaxındır. İndiyənə qədər Gəncə batalyonu Azərbaycanda yeganə batalyondur ki, qazandığı əmək haqqından 200 manat şəhidlər üçün ayırır. Azərbaycanda yeganə batalyondur ki, Gəncə batalyonu İslam bayrağı altında döyüşür. Azərbaycanda yeganə batalyondur ki, bizim batalyonda içən və nəşə çəkən yoxdur. Azərbaycanda yeganə batalyondur ki, qraviyojla məşğul olmur. Azərbaycanda yeganə batalyondur ki, heç kimin evini dağıtmayıb, heç kimin ailəsinə baskın eləməyib, heç kimin ailəsini naümid qoymayıb, hətta şəhidlərində. Mafiya qruplaşmalarına daxil olmayıb, olmayacaq da.